Gəlin bir yerdə baxaq görək. Dünən və bu gün nə qədər pul işləyə bilmişəm. Amerika, Washington DC, taksi, Uber Black. Deməli, dünənlərim $430 işlədim. Axşam videosu da çəkmişdim, amma o video kəşfiyyata düşmədiyinə görə o videonu çıxartdım və bu günlərim iki videonu birləşdirib bir yerdə çəkəcəm. Deməli, bu günlərim artıq saat 2-dir, günorta 2 və mən ucu $300 işləmişəm. Dünənlərimdə $430 işi bağladım. Bunu da indi sizə göstərəcəm. Baxın, necədir, nətəridir, bir yerdə qərar verək. Dünənki qazancım günortadan sonra olan $430 oldu. Onun $385'ını müştərilər ödəyib, $45 bəxşiş saxlayıblar, $55 refundu, bu qaytarılmada aeroporta girdiyim üçün. 15 saat 54 dəqiqə aktiv time'dır. Bunun 3 saatını zaten evdə oturmuşam, maşında oturmuşam. 4 saatı hətta deyim, 11 saat ardısa işləmişəm. Əslində 10 saat tam maşını sürmüşəm. 10 saata qazandığım pul $430. Bugünkü qazancım isə $311'dır. 8 saat aktiv time göstərir, $21 bəxşiş qoyulub. 11 dənə order eləmişəm. Qiymətlər $31 olub. Axırıncı orderim $30, $31, $32, $14, $20, $54. Bu səhərki mənim orderlarımdır. Birinci zakazım $20. Ən birinci zakazımı atmaya getmişdim. Saat 8-də birinci order götürmüşəm. 8:20 AM-də. Beləliklə bu günlərim hələçili $311 işləmişəm. Axşama kimi bax var. Umarım $5 vuraram. 3 günə Paluçayısı nə qədər pul işləmişəm? 3 günə işləmişəm $1289. 38 saat, 8 saatını silə bilərsə 30 saat iş vaxtı hardasa. Bu qədər. Yeni videolar gözləyin. Like, comment öpürəm.